Adam özü-özündən səmimi olmalıdır. Sərt olmalıdır. Özünə qarşı tələbkar olmalıdır. İmam Sadiq əleyhissalam buyurur ki, Əhəbbu ixvani iləyyə, mən əhda iləyyə uyubi. Buyurur ki, dostlarımın, qardaşlarımın, möminlərin içində ən çox sevdiklərim, eyiblərimi mənə hədiyyə edənlərdir. Eyiblərimi, nöqsanlarımı mənə deyən, hədiyyə edən insanlardır. Bu bilirsiniz nə zaman olur ki, dostlar içində eyibləri sənə deyənləri daha çox sevirsən, o zaman ki, sən bütün gün eybi axtarırsan. Deyirsən, görəsən mənim eybim nədir? İşin gücüm budur. Biri də gəlir qıraqdan sənə deyir, mən səndə eyb görmüşəm. Deyirsən, mən səni göydə axtarırdım, yerdə tapdım. Bu məntiqlə yanaşsan, eybi qəbul edərsən. Yox, sevərsən o adamı ki, nə yaxşı gəldin, mənə kömək elədin. Elə bir şey itirmirsən, biri deyəri tapdın. Qiymətli bir şeyi. Adam eybi ilə məşğul olsa, biri gəlib kənardan deyəndə ki, üzr istəyirəm səndən, özü də hədiyyə eləmək, kobud demək yox, hədiyyə. Eybini hədiyyə, hədiyyəni necə hörmətlə təqdim eləyər? Qardaş qardaşa hədiyyəsini, eybini hörmətlə hədiyyə kimi təqdim edəndə bu sevinməlidir. Nə üçün? Çünki mən elə özüm axtarırdım. Nə yaxşı Allah səni yetirdi, gəldin mənə bir eybimi də dedin. Mən bunu heç görməmişdim. Ya görmüşdüm, daha da əmin oldum. Belə məntiqlə biz baxmırıq. Biz bizi tərifləyənləri sevirik, bizə irad tutanlardan acığımız gəlir. Çünki məşğul deyilik özümüzlə. Özümüzü araşdırmırıq ki, bu da özümüzə köməkçi hesab eləyir. Lap pis niyyətə deyir. Lap səhv niyyətə deyir. Nə niyyətə deyir, özü bilər, Allahı bilər. O da zəhmət çəksin, düz niyyətlə desin. Sənə nə düşüb? Sənə denən ki, qənimətli bir dənə eybim çatdı mənə. Bir eybimi tanıtdırdılar. Nə niyyətə deyir, özü bilər.